olsa birinci mətnimizi, bədii mətni başla oxumağa. Uşaqlar siz dinləyin. Qaçaq Nəbinin əlindən Nikolay padşah cana gəlmişdi. Gündə Peterburqdan görsə təlimat göndərdi ki, Nəbini diri-diri tutub huzuruna göndərsinlər. Nə oldu bir qara tatar bu qədər qoşunun qabağından qaçıb qurtardı, deyə bar-bar bağırır, zabitlərin üstünə acıqlanırdı. Bu vəhşi Qafqazın dağlarını topla düzəltdirmək gərəkdirir. El-oba Nəbini gözünün bəbəyi kimi qoruyub saxlasa da, Sarımsaq oğlu kimi fitnəkar xəbərçi adamlar padşahın verdiyi qızıl vədindən ötürü işə girişdi. Zəngəzur naçarniki Səlim bəydən tutmuş onun pristavlarına, yasavullarına qədər böyük bir mahalın divanı, yəni hökumət adamları Nəbini izləməyə başladılar. Hələ üstəlik Naxçıvan, İrəvan naçarnikləri də Nəbinin ardınca adam saldılar. Padşaha Nəbini tutmağa söz verən Zəngəzur naçarniki Səlim bəy bilmirdi ona hansı üzlə cavab versin. Qaçaq Nəbi Həcərlə birlikdə yazın gümrah çağında Sarıbaba dağında Pəri Çınqılın ətəyində idi. O başının dəstəsi ilə Araz çayına doğru istiqamət götürüb, Kirs dağı boyunca yuxarı qalxıb Turş sudan keçib burada əyləşmişdi. Həm dincəlmələri, həm də düşməni gözətləmələri üçün igidlərini başı qarlı dağların arasındakı alaçıqlara göndərmişdi. Yaxın obada yaşayan Sarımsaq oğlu özünü Nəbiyə ürəyi yanan göstərib qılığına girmiş, Nəbi ilə Həcər üçün yaxşı çadır qurmuşdu. Niyyəti isə başqa idi. Qaçaq Nəbi həmin ağ çadırı söküb pöhrəlikdə gizlətmiş, xəncəri ilə ağacların qol budağından qırıb, aralıda sərt yerdə yaşıl bir dəyə qurmuşdu. Davadan çıxandan sonra Nəbi gözdən uzaq bu yerdə Həcərlə dincəlir, onu savaşlardan salamat çıxardan boz ata tumar verir, arpa əvəzinə kişmiş yetişdirirdi. Aynalı adlandırdığı tüfəngini götürüb quş qaralınca bəndərgahda düşmənin keçə biləcəyi yeganə keçiddə durur, Həcərin keşiyini çəkirdi. Yuxusunu alan Həcər də gün çatar-çatmaz yerindən qalxıb ərinin keşiyində dayanırdı. Bir gün Nəbi Sarıbaba dağını padşah qoşununun tutduğunu gördü. Baxan deyərdi, yaşıl meşədə yarpaqların sayı var, qoşunun sayı hesabı yoxdur. Padşahdan qorxan Səlim bəy var gücünü bu dəfəki mühasirəyə qoymuşdu. Qoşun Pəri Çınqılı basdı. Səlim bəy ağ duman bürümüş Pəri Çınqılda Nəbinin yaşıl dəyəsinin içini boş gördü. Çınqıllıq boyu yuxarı qanadlanan boz at çoxdan Sarıbaba dağı gəldiyini çətin keçirən dağ cığırını aşmışdı. Güllə səsləri eşidib hadisədən duyuq düşən dəstə üzvləri isə Nəbinin müəyyən etdiyi yerə toplaşmışdılar. Nəbi başının dəstəsi ilə Təbrizə yol aldı. Səlim bəy isə suyu süzülə-süzülə Gorsa qayıdıb Nəbini tuta bilmədiyi Peterburqa yazmalı oldu. Əla. Deməli, 11-ci sualı buyur oxu. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətndən məlum olur. Burada Nikolayın yerli ailə arasından məmurlar var. Bunu götürürük. Aha. Nikolay padşahın hakimiyyəti Avtoritardır. onu başa düşmədim. Avtoritar nədir? Diktatura da elə bir. Mən nə deyirəm odur. Sərt. Bir var demokratik, eləmi? Demokratik nədir? Demokratik respublika. Bir də var avtoritar hakimiyyət. Səncə burada Nikolay padşahı biz demokratik adlandıra bilərik? Bəli. Demokratik müsbət bir özəllikdir. Yəni hər kəsin fikirlərinə önəm verir. Eləmi səs vermə olur. Məsəl üçün. Belə bir şey görürsən sən burada. Sən bu adamda biz burada nə görürük? Bu adamın zalım olduğunu görürük. Elə deyil? Ədalətsiz olduğunu görürük. Belə bir adama necə sən demokratik deyəcəksən? Bu avtoritardır. Yəni ikinci fikir də doğrudur. Qaçaq Nəbi ilə yerli idarəçilər arasında yaxşı münasibət var. Bu səhvdir. Bəli, yerli xalq demir, ha, uşaqlar, idarəçilər deyil. İdarəçilərlə onun əlaqəsi yaxşı deyil. Bir dənkini burada götürürsən, üçü götürmürsən. Nəbinin atının və tüfənginin xüsusi adı var idi. Bəli, aynalı idi adı. Bəli, bax, aynalı, eləmi? Atın da adı Bozat. Bu doğru fikirdir. Amma səndə nə deyil? Mətndə bu haqda məlumat yoxdur. Yəni 4-ü götürə bilməyəcəksən. Həcər Nəbini uşaq vaxtından tanıyırdı, bəli.
Həcər Nəbini uşaq vaxtdan tanıyırdı. Belə bir şey yazıb. Nə vaxt tanış Xeyr. olduqları, necə oldular bilmirik. Sadəcə biz onların Aha. iki yoldaş olduğunu bilirik. Ona görə bu da mətndə məlumat yoxdur deyə 5-i götürəcəm. Sarımsaq oğlu Nəbinin deyir həmkəndlisi idi. Yazmışdı Bu həmkəndlisi barədə olması. məlumat yoxdur. Xeyr. Yerli əhali arasında olduğunu bilirik. Sadəcə həmkəndlisi olub olmadığı haqqında mətndə bu haqda heç bir məlumat yoxdur. Ona görə nə edəcəksən? 6-nı da götürəcəksən. Deməli uşaqlar, bir də cavabımız nə oldu? 11-də daha doğrusu 1 2 5 Bəli. 6 B variantı. Zöhrə 12-ci sualı oxu. Mətnin tərkib hissələrini genişləndirə bilən cümlələrə əsasən uyğunluğu müəyyən edin. Ada padşah onu tutub gətirənə qızıl da vəd edirdi. Padişah kimin üstündə mübarizə aparırdı? Kimi tutturmaq istəyirdi? Hə? Mətndə biz nə görürük? Padişah kimi tutturmaq istəyirdi? Nəbini. Elə deyil. Bu haqda məlumatlar harda verilib? Səsim gəlir Zöhrə? Bəli. Demək, Nikolay padşahın Nəbini tutturmaq məsələsi, təlimatlar göndərməsi hansı hissədədir? Əsas hissədə. Yox, əsas hissədə deyil axı. Əsas hissədə artıq baş verən hadisələr öz yerini tapır. Bax, giriş hissəyə bax. Giriş hissə bilir ki, bu birinci əbzasımızdır. Buradan başlayır əsas hissəmiz. Bax, deyir, nə oldu? Bir qara tatar bu qədər qoşunun qabağında qaçıb qurtardı. Nəbini diri-diri tutub hüzuruna göndərməyini istəyirdi, eləmi? Sən bura yaza bilərsənmi ki, hətta padşah Nəbini tutub gətirənə qızıl belə vəd edirdi. Bunu bura rahat yaza bilirik, eləmi? Ona görə uşaqlar, buradakı fikir padşah onu tutub gətirənə qızıl da vəd edirdi. Mən bu fikri giriş hissəyə yaza bilərəm. Kimi tutub gətirənə? Nəbini. Bu oldu giriş hissə. Bu son uğursuzluğa görə bilmədi ki, kimi qınasın. Uğursuzluq məsələsi. Qoşun gəlir, məğlub olur, qaçaq Nəbiyə. Bir nəticə əldə edə bilmirlər. Hansı hissədə olur? Üçüncü Bəli, nəticə. nəticə hissədə. Burada görürük ki, heç bir şey eləyə bilmədilər. Həm Nəbini tuta bilmədi, Peterburqa yazmalı oldu. Məhz burada bunu əlavə edə bilərik ki, bu son uğursuzluğuna görə bilmədi ki, kimi qınasın. Demək, bunu da hansı hissə aid oldu? Nəticə hissəyə. Beləcə onlar bir dəqiqə sayıqlığı əldən qoymurdular. Uşaqlar, bunu da biz Qaçaq Nəbi ilə Həcərin bir-birini gözətləməsi məsələsinə yaza bilərik. Həcər də gün çıxar-çıxmaz yerindən qalxıb ərinin keşiyində dayanırdı. Ondan qabaq demək Nəbi Həcərin keşiyində qalırdı, eləmi? Sonra da Həcər məhz burada yaza bilərik ki, beləcə onlar bir-birindən sayıqlığı əldən qoymurdular. Növbə-növbə bir-birinin keşiyində dururdular. Deməli, 1-ə A olacaq, uşaqlar 2-yə C, 3-ə də B, D variantı. 13-ü Həmid sən oxu. Həmid. Bəli, mən. Buyur, 13-cü sual oxu. İndi tapdım. Ekranda El göstərir. elvin diaqramı əsasən doğru fikirləri müəyyən edin. Padişah və xalq, eləmi? Xüsusi imtiyaza sahibdir, deyir padişah. Düz deyir. Hə, düz. Əla, padişah xüsusi imtiyaza malikdir. Qaçaq Nəbiyə qarşı münasibəti birmənalı deyildi. Səhvdir. Səhvdir, birmənalıdır. Açıq-aşkar adamı tutub öldürmək istəyir. Getdi. İşi getdi. Qaçaq Nəbi haqqında məlumata malikdir. Həm padişah, həm xalq. Düz deyir. Düz. Əla. El obanın qorxmaz övladlarına rəğbət bəsləyir. Padişah və xalq. Səhvdir. Səhvdir. Padişah rəğbət bəsləmir. Padişah onu öldürmək istəyir.
Demək 4 yanlışdır. 3'ü götürəcəm. Nəbi və Həcərə yardım edir xalq. Düz. Düzdür. Mətnin o əvvəlində orada bax burada deyir ki, birlikdə bir dəqiqə burada hardaydı? Qoruyub saxlasa da, görsən burada qoruyub saxlama da ona yardım etmə məsələsidir. 5'i götürəcəm. Doğru fikir kimi hər bir üzvü xəyanətdən uzaqdır xalqın. Xalq arasında xəyanət edən var idimi? Sarımsaqoğlu xalq arasında idi, ona xəyanət edirdi. Bəli, düzdür. O da səhv fikirdir. Alt da getdi. Səndən doğru fikirlər istəyir uşaqlar. Ona görə nəyə götürəcəm? 1, 3, 5. Əla, Y variantı. Buyur Xədicə, 14-cü suala bax. Mətndə çərçivə daxilində verilmiş söz cümlələrin birində kontekstdəki mənasına uyğun gəlmişdir. Burada düşmənin keçə biləcəyi yeganə keçiddə durur. Keçiddə durmaq sözü idi. O da əsgər sərhəddə durub növbə çəkirdi. Əla, əsgər sərhəddə durub növbə çəkirdi. Keçiddə durmaq. Mətndən deyir, bu nəticəni çıxarmaq olar. Zöhrə. Müəllim 15-də mən E variantı yazmışam. Gəl baxaq. Nəbi üçün təhlükə yaradan təkcə hökumət adamlar deyil. Düzdür, eləmi? Xalq arasında da ona xəyanət edən var idi. Məsələn, Sarımsaqoğlu xəyanət edirdi. Ona görə sən bunu doğru cavab kimi götürə bilərsən. Sonra, Həcəri qorumaq artıq bir qayğı tələb edirdi. Belə bir şey yoxdur. Həcər zəif bir obraz kimi göstərilmir. Hətta Həcər durub nə edirdi? Nəbinin keşiyində dururdu. Ona görə bu doğru deyil. Ağ çadırın yaşıl dəyə ilə əvəz olunması sığınacağın uzaqdan nəzərə çarpmasına mane ola bilərdi. Bəli, biz görürük ki, Sarımsaqoğlunun verdiyi ağ çadırı dəyişir. Eləmi? Mətndə bu haqda məlumat var, qeyd olunur. Nəbinin yeri barədə Səlim bəyə dəqiq məlumat verilmişdi. Bu haqda biz belə bir şey bilmirik. Sarımsaqoğlunun satqın olduğunu bilirdi. Yox, bir dəqiqə. Nəbinin yeri barədə Səlim bəyə dəqiq məlumat verilmişdi. Bu qeyd olunur axı. Sən niyə 5'i götürmüsən? Y variantı, 5 götürməmişəm. Y götürmüş. Y yazmısan, əla. Bəli, bu haqda şeydir. Çünki tam həmin yerə gəlir axı, eləmi? Ordu tam həmin yerə gəlir, Nəbinin gözlədiyi yerə. Amma Sarımsaqoğlunun xain olduğunu, satqın olduğunu o bilmirdi. Çünki bax, burada mətndə qeyd olunur ki, qılığına girmişdi, deyir. Eləmi? Özünü Nəbiyə ürəyə yanan göstərib, onun qılığına girir. Nəbi onun dəqiq xain olduğunu bilmir. Sadəcə o çadırı dəyişməsi ehtiyat üçün etdiyi bir şeydir. Cavabımız olur 1, 3, 4 E variantı. Əla. Sonra 16'da. Həmid buyur 16'ya bax. Padişahın mənfi xüsusiyyətləri hansılar idi? Padşahda zülmkar idi. Aha, zalimdir, zülmkardır, qəddardır, eləmi? Əla. Sarımsaqoğlunda bəs O xain idi, xəyanətçi. xainlik, əla. İkiyüzlülük, bunları yaza bilərik. Sonra 17. Nöqtələrin yerinə mətnin aid olduğu üslubun səciyyəvi xüsusiyyətlərinə uyğun ifadələr yazmaqla cümləni tamamlayın. Xədicə, mətn hansı üslubdadır? Bədii üslubdadır. Bədii üslubdadır. Bədii üslubun əsas göstəricisi biz bilirik ki, nədir? Məcazilik. Obrazlıq, məcazilik. Elə deyil. Sən demək nöqtələrin yerinə məcazi birləşmələr, ifadələr yazmalısan. Nə yazmısan? Birincini tapa bilmədim. İkincisində qarışqa kimi yaparsan, onu yazdım. Qan içən qoşun deyə bilərik məsələn. Eləmi? Qarışqa kimi bastı, sel kimi bastı. Değil mi? Qan içən qoşun yeri göyü titrədərək bastı. Bunların hər hansısa birini yaza bilirik. Sonra mətndəki Nəbi obrazının xarakter ilə bağlı xüsusiyyətlər yazın. Vətənpərvər, cəsur. Vətənpərvər, cəsur, mərd, igid. Bunların hər hansısa birini yaza biliriz. Sonra 19'da Zöhrə. Mətndə əvvəldə işarə qoymuş ifadələrin mənasını şərh edib yazın. Üçbucaq hansı idi? Birincisi cana gəlmək.
Cana gəlməklə bezmək, bezmək, əla. sonra duyuq Sonra düşən, nə- xəbər tutmaq, xəbər tutmaq, hiss etmək, eləmi? Sonra bəli. Sonra suyu süzülə-süzülə, burada tədricən asta-asta yazdım. mhm. Sən nə yazmışdın? Suyu süzülə-süzülə əslində o deyil. Suyu süzülə-süzülə geri qayıtdı bir insan. Nə başa düşürük buradan? Peşman. Asta-asta qoy. Peşman. Yox. Kör peşman. Həmid düzdür. Kör peşman bir şəkildə, yəni peşman bir şəkildə geri qayıtdı. Suyu süzülə-süzülə geri dönmək nədir? Yəni artıq bir iş görə bilməmisən, kör peşman geri qayıdırsan. Bu mənanı ifadə eləyir. Yaxşı? Yaxşı. Ehtiyatı əldən verməmək əsl liderin deyir başlıca cəhətidir. Xədicə 20-ni də izah elə. Nə yazmısan bunu? Mətnlə necə əlaqələndirə bilirsən bu cümləni? Burada hər dəfə puskuda adamlar gördü, ehtiyatı əldən vermirdi. Başqa? Əsas Keşik orada ehtiyatı neynədir? Nəbi? Hə, uşaqlar. O ağ çadırı yaşıl dəyə ilə dəyişdirdi. Bəli. Onu da orada qeyd edə bilərsiniz ki, ehtiyatı əldən verməmək üçün Nəbi burada neynədi? Kənardan puskuya düşmə ehtimalını nəzərə aldı. Ağ çadır sökdü. Eləmi? Bax bu cümləni bura yaza bilərsən. Belə. Bədii mətnimiz belə. Necə idi uşaqlar? Xədicə sənin üçün necə oldu məsələn bu mətn? Rahat mətn idi, bəli. Səhifin çıxdı? Neçə səhifin çıxdı? Bir dənə 3 nöqtəyə yaza bilmədim. Hə, birincisinə qoşunun məcaziləşdirmədin, eləmi? Əla, yaxşı nəticədir. Zöhrə səndə neçə səhv çıxdı? Mən 20-ni yazmamışdım. 12 səhvdir. Bir də 19-da sözlərdən birini səhv yazmışdım. Hə, bu axırıncını kör peşmanı başa düşmüşdüm. Əla. Həmid səndə vəziyyət nəyədədir? 19-dan başqa hamısını düz yazmışdım. 19-da heç yazmamışdım. 19-u heç yazmamışdım. Başa düşdün indi. Amma kör peşmanı özün tapdın. Sən özün dedin. Belə. Buyur, Zöhrə sən başla publistik mətnimizi oxumağa. Təbiətdə mövcud olan hər bir canlı növü ölçüsündən və həyat tərzindən asılı olmayaraq, ekosistemin sabitliyinə müəyyən dərəcədə Rol oynayır deyə bilərik məsələn. Davam elə. insan diqqətini çox vaxt iri, nəzərə çarpan canlılara yönəldir. Halbuki təbiətin görünməz qəhrəmanları arasında qarışqalar mühüm yer tutur. Bu kiçik, lakin son dərəcə əməksevər canlılar milyonlarla ildir. Təbiətin tarazlığını qorumaqda, torpağın yenilənməsində, qida zəncirinin sabit saxlanılmasında əvəzolunmaz rol oynayırlar. Qarışqalar təxminən 4 mindən çox 14 mindən çox növdə mövcuddur və demək olar ki, bütün qitələrdə rast gəlinir. Onlar sosial quruluşa malikdir. Hər bir koloniyada bir kraliça, yüzlərlə və minlərlə işçi, döyüşçü qarışqalar fəaliyyət göstərir. Bu əmək bölgüsü qarışqaların həyatının nizamlığını və məhsuldarlığını təmin edir. Maraqlıdır ki, bir qarışqa koloniyası minlərlə fərddən ibarət olsa da vahid bir orqanizm kimi hərəkət edir. Bu təbiətdəki əməkdaşlığın qarışqalar Gözəl nümunələrdən biridir. Qarışqalar torpaqda minlərlə kiçik tunel qazaraq hava və suyun dövranını təmin edirlər. Bu proses nəticəsində torpaq daha yumşaq olur. Köklər asanlıqla nəfəs alır, bitkilər böyüməsi sürətlənir. Qarışqalar torpaqda qalan üzvü tullantıları daşıyır, onları təbiətin dövriyyəsinə qaytarır. Nəticədə torpaq üzvü və qeyri-üzvü maddələrlə zənginləşir. Beləliklə təbii gübrələnmə prosesi yaranır.
torpağın qida maddələri bərpa olunur. Elmi araşdırmalara görə qarışqaların fəaliyyəti torpağın ilk havalanmasının təxminən 20%-ni təmin edir. Onların olduğu ərazilərdə torpağın məhsuldarlığı nəzərə çarpacaq qədər dərəcədə yüksək olur. Həmçinin qarışqalar bir çox quş, sürünən və kiçik məməlilər üçün qida mənbəyidir. Bu da onların qida zəncirində mühüm mövqe tutduğunu göstərir. Qarışqalar bitkilərin çoxalmasına da kömək edir. Onlar bəzi bitkilərin toxumlarını yuvalarına daşıyarkən bir hissəsini yolda salırlar. Həmin toxumlar torpağa düşərək yeni bitkilərin cücərməsinə səbəb olur. Bu proses meşələrin təbii bərpasına xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda qarışqalar ekosistemin təmizləyici qüvvəsidir. Onlar ölü həşəratları, yarpaqları və digər üzvü qalıqları toplayırlar. Bu həm xəstəliklərin qarşısını alır, həm də torpaqda həyat dövranını gücləndirir. Onların fəaliyyəti sayəsində torpaq canlanır, bitkilər çoxalır, təbiət öz tarazlığını qoruyur. Bu bir daha göstərir ki, təbiətdə heç bir canlı təsadüfi deyil. Hər bir varlıq bütövlüyünün qorunması üçün vacibdir. Beləliklə, təbiətin ən kiçik nümayəndələrindən olan qarışqalar əslində onun səssiz mühəndisləridir. Sualı keçməməliyik. Eyb yox. Cümləsi hansı abzasın əvvəlinə daha uyğundur? Yəni qarışqalar haqqında məlumat verir. Beləliklə nədir? Artıq ümumiləşdirmə bildirən modal söz, elə deyil. Sən bunu artıq hara yazacaqsan? Qarışqalar haqqında bütün məlumatlar verilib bitəndə. Bax. 4-cü abzasda. 4 niyə? Bütün qarışqalar haqqında bütün məlumatlar verilib qurtarması hardadır? 3. Yox, niyə axıra qədər getmir? Yox, müəllim, 4 yox, Burada bir dəqiqə. torpaq Burada özü C bir variantı torpaqlayır. C yazmısan? C. Əla. Bəli, 7-ci abzasdan əvvələ bura yazırsan. Bütün artıq qarışqalar haqqında məlumat verir. Burada yazırsan ki, beləliklə, yəni ümumiləşdirdin, nəticə bildirirsən. Təbiətin ən kiçik nümayəndələrindən olan qarışqalar əslində onun səssiz mühəndisləridir. Yazırsan. Onların fəaliyyəti sayəsində, bax görürsən qarışqaların mühəndisi deyir. Onların fəaliyyəti sayəsində torpaq canlanır, bitkilər çoxalır, təbiət öz tarazını qoruyur. Bir daha göstərir ki, təbiətdə heç bir canlı təsadüfi deyil və hər bir varlıq bütövlüyün, ekosistemin qorunması üçün vacibdir. Həqiqətən də bunu siz coğrafiyada zonallıq oxuyanda görəcəksiniz. Hər bir canlının fəaliyyəti bir-birindən asılıdır. Hərəsi bir-birini tənzimləyir, tarazlayır. Birinin çoxalması, birinin azalması, birinin məhv olması ekosistemin korlanmasına gətirib çıxardır. Belə bir nizam var yəni. Mətn əsasında cədvələ uyğun fikirləri müəyyən edin və buna C dedik. Həmid, sən bunu oxu. Həmid. Ekranda görsəlilir. PDF axtarmağa ehtiyac yox. Səs Necə? qarışqalar Hə. səsim bağlı idi mən. Buyur. Qarışqalar yer kürəsində lap qədimdən yaşayırlar. Doğrudur. Bunu yazır. Düz, doğrudur. Hər bir qitədə mütləq şəkildə qarışqa yaşayır. Bu yanlışdır. Burada deyir ki, bax, qarışqaların bütün qitələrdə rast gəlinir deyilir. Demək olar ki, nədir? Güman şübhə bildirən modal söz. Eləmi? Ona görə mütləq şəkildə yaşayır fikri uşaqlar yanlışdır. Biri götürəcəksən, ikini götürməyəcəksən. 2 olan variantları avtomatik bildim. Sonra 3 oxu. Qarışqalar bəzi canlıların həyatı və inkişafında rol oynayır. Bu düzdür. Bu düzdür. Amma səndən yanlış fikir istəyir. Ona görə götürməyəcəksən. Qarışqalar bir çox bitki növlərinin qida mənbəyidir. Bu səhvdir. Bitkinin niyə olsun? Bitkinin qida mənbəyi torpaq olar. Yəni canlıdan qidalanmır ki. Bu bəzi heyvanların qida mənbəyidir, eləmi? Yanlış fikir olduğu üçün 4-ü götürəcəm. Cavab bunda çıxır burada 1 4 5. Yenə 5-ə baxaq. Qarışqalar olmasaydı bəzi canlılar tamamilə yox olardı. Bəli, biz bunu ehtimal edə bilirik. Çünki burada qeyd edilir ki, bəzi canlılar qarışqalarla qidalanır. Elə deyil. Qarışqalar olmayanda deməli o qidalana bilmir və məhv olmasına səbəb ola bilər. Bunu bu cür ehtimal edə bilərik. Sonra 6-da deyir ki, qarışqaların təbiətdə rolu böyükdür. Səncə bu niyə görə cavab olmur, Həmid? Çünki bilirik də təbiətdə bir doğrudur. rol böyükdür. Ehtimal deyil. Ehtimal deyil. Bax bu burada yazılmalıdır. Ehtimal deyil. Demək cavabımız nə oldu? Uşaqlar 1 4 5. Xədicə çıxdı demək, eləmi? Zöhrə sən davam elə.
Uşaqlar, mətnin tezislərinə aid edilə bilməz. Tezis bilirsiniz nədir? Mətndən ümumi çıxan nəticə. Bəli. Mətndən aldığımız dərs, mətndən gəldiyimiz qənaət. Bax, bu bizim tezisimizdir. Canlıların inkişafı bir-biri ilə sıx şəkildə bağlıdır. Bu olar? Xeyr. Yəni cavab olaraq götürmürük demək istəyirsən necə? Ha, biri götürməmişəm müəllim. Hə, düz. Bir Çünki olar. aid edilə bilməz deyə də biz burada ekosistemin bir-birinə necə əlaqəli olduğunu görürük. Bu bir-birinə sıx şəkildə bağlı fikri doğrudur. Sən də yanlış fikir istədiyin üçün biri götürməyəcəksən. Müstəqil şəkildə fəaliyyət göstərir. Bunu götürmüsən cavab olaraq? Bəli, bu səhvdir. Bəli, Yəni, bu aid səhvdir. edilə Çünki bilməz. müstəqil deyil axı. Orada hamısı bir-birindən əlaqəlidir. Hamısını yazır axı. Hətta nə deyir? Hər bir varlıq bütövlüyün qorunması üçün vacibdir deyir. Xüsusi bir əməkdaşlıq var. Bu bütün şeylər bunun əksində. 2-ni götürəcəm. Bəzi canlıların təbiətə həm xeyir, həm də ziyan deyə bilər. Burada ziyandan söhbət gedir. Xeyr. Xeyr. Ona görə 3-də götürürsən. Qarışqaların ekosistemdəki əsas funksiyalarından biri torpağın məhsuldarlığının təsiridir. Düz deyir. Bəli. Torpağın məhsuldarlığına ciddi bir təsir göstərir. Düzdür. Amma səndən yanlış fikir seçin 4-ü götürmürsən. Əsrarəngiz gözəllik. Burada da hər hansı bir gözəllikdən söhbət getmir. Onların gördüyü işdən, funksiyadan söhbət gedir. Ona görə cavabımız olacaq uşaqlar 2, 3, 5. A variantı. Sən daha yazmışdın? Bəli. Əla. 24-də Həmid buyur sən bax. Mətndə hansı suallara cavab tapmaq mümkündür? Nəyə görə qarışqalar təbiətdə təsadüfi canlı hesab olunur? Belə bir şey var mətndə? Yox idi. Yəni Yox, cavabı təsadüfi yox. canlı deyə bir şey orada qeyd olunmur. Sonra Qarışqalar torpağın illik havalanmasının dəqiq neçə faizini təmin edir? Orada təxminən əla. Orada vermişdi, yazmışdı ki, təxminən 20%-ni. Eləmi? Təxminən, yəni dəqiq 20%-ni yox. Ona görə sən 2-ni cavab olaraq götürə bilməzsən. 3. Qarışqalar Bir. bitkilərin inkişafında hansı rola malikdirlər? Bu var, bunun cavabı var. Nə deyir orada? Əmək bölgüsü necə təşkil olunur? Bax, bu var. Yəni burada əmək bölgüsünün təşkil olunması, qarışqaların döyüşçü olması, nə iş görməsi hamısı göstərir. Elə deyil. Sonra bitkilərə təsiri də burada göstərir. Bir dəqiqə hardaydı o? Bitkilərin bir dəqiqə. Təbii prosesin bərpasına təsir göstərir bu heç. Bitkilərin böyüməsi sürətlənir. Bax, torpaq yumşalır, köklərin asanlıqla nəfəs alır və bitkilərin böyüməsi sürətlənir, eləmi? Bu da burada qeyd olunur. Ona görə 3-dən 4 olacaq doğru cavab. Yayılma arealda, bəli, bu da olacaq. Orada yayılma şeyi göstərir ki, bütün qitələrdə var. Demək olar ki, eləmi? Hardaydı o? Bütün qitələrdə rast gəlinir. Yayılma arealda qeyd olunur. Cavabımız nə olur? 3, 4, 5 D variantı. Sən də D yazmışdın. Bəli. 25 Zöhrə. Müəllim 25-də mən həm A-nı götürmüşəm, həm də Y-ni, amma yəni dəqiq bilmirəm də ikisinin arasında qaldım. Həm nəyə götürmüsən? Həm A, həm də Y. Heç nə əvəz olunmaz deyil. Bax, əvəz olunmaz olub olmamasını sən əsas hissəyə necə ad verə bilərsən ki? Biz əsas hissədə qarışqaların gördüyü fəaliyyət, yəni qarışqaların ekosistemdəki rolu. Məsələn, bunu qoya bilərsən əsas sistemi, əsas hissəyə başlıq olaraq. Çünki biz əsas hissədə nə görürük? Qarışqaların yayılma arealı, onların arasında əmək bölgüsü, qarışqaların gördüyü iş, torpaqda nə edir, eləmi? Bitkilərin böyüməsinə təsir göstərir. Sonra nə ekosistemin bərpasında rol oynayır, eləmi? Təbiətin bərpasına xüsusi əhəmiyyət göstərir. Həyat dövranı güclənir. Ancaq bunları görürəm. Yəni mən burada qarışqaların gördüyü iş, onların bizim cəmiyyətə, ekosistemə, təbiətimizə təsiri. Bunu görə bilirəm. Elə deyil? Heç nə əvəz olunmazdır. Bu əvəz olunub olunmaması haqqında heç bir fikir yoxdur axı orada. Sən necə bunu məsələn əsas hissəyə başlıq götürə bilərsən? Bunun aidiyyəti yoxdur. Yaxşı?
Məntiqə əlaqəni pozan cümlə və yaxud da bir-birinə zidd olan cümlə, belə bir şey görmürük uşaqlar. Mətni oxuyuruq, görürük burada hər şey tamamdır. Əgər bir-birinin əksi olan cümlə olsa, o sırası nəzərə çarpır, yəni mətni oxuyarkən. Heç təkrar baxmağa ehtiyac yox. Qarışqalar mükəmməl sosial quruluşa sahibdir cümləsi 7-ci abzası artırılsa, sosial quruluşu haqqında məlumat verilmir 7-ci abzasda uşaqlar qarışqaların. Ona görə bu da çətin. Yeri düz fikirləşmirsən. Əsas hissədəki fikirlər əsasında qarışqaların bir-birlə sıx təmasda olduğunu biz görə bilirik. Çünki əsas hissədə qarışqaların bir-biri ilə əmək bölgüsü haqqında məlumat verilir. Nə deyil? Bəli. Əslində cavab elə yeni düz fikirləşmişdim. Üzərində rəqəm yazılmış sözlərin kontekstə uyğun mənası. Həmid, 26. Biri sabit idi, bir də. Sən yazmısan bunu, yaz, hadi dinlə. Yəni biri sabitdir, bir də məhsuldarlıq idi deyəsən. Birinə dəyişməz yazdım, bir də səmərəli. Sabit nədir? Dəyişməz. Dəyişməz. Aha. Daimi, dəyişməz. Bunu başa düşdük. Bura yazıram. Dəyişməz. Bir növ. Məhsuldarlıq idi deyəsən o məsələ deyil, torpağın məhsuldarlığının artması. Ona nə yazmısan? Səmərəli. Səmərəli nə? Burada nə yazıram? Məhsuldarlıq. Sabit. Haradaydı o məhsuldarlıq sözü? Burada 4-cü abzasda. 4-cü abzasda. Torpağın məhsuldarlığı nəzərə çarpar, səmərəliliyi. Olar. Məhsul vermə qabiliyyəti yazsan daha uyğun çıxar əslində torpağın məhsuldarlığının artması. Məhsul vermə qabiliyyəti. Sonra 27. Mətndə müddəa verəcəksən, bir də fakt. Faktda nə deyir? Qarışqalar torpaqda minlərlə kiçik tunel qazaraq hava və suyun dövranı təmin edir. Yəni qarışqaların gördüyü işlər. Qarışqaların gördüyü işlərdə nə yaza bilərik 26-ya, 27-yə? Nə yazmısan Həmid? Yazmamışam, mən açıq sualları. Açıq sualları yazmamışsan. Görəsən də yazmamışsan, eləmi? Xeyr. Demək uşaqlar, müddəa verir və fakt verir. 2 dənə fakt lazım olur bizə. Birini özü verib. Qarışqaların gördüyü işlərə nə yaza bilərik uşaqlar? Mətnə əsasən. Qarışqalar nə iş görür? Dövranı, hava və suyun dövranı təmin etməsi yazır. Siz nə yaza bilərsiniz? Faktda. Hə. Qaydaq mətnə qarışqaların gördüyü torpağın təbii bərpası. Bunu yaza bilərsiniz. Tunel qazır deyir orada. Torpaqda qalın üzvü tullantılar daşıyır, eləmi? Təbiətin dövrəsinə qaytarır. Torpaq üzvü və qeyri-üzvü maddələr zənginləşir. Bunu yaza bilərsiniz faktda. Sonra demək sürünə və ikismə və qida mənbəyidir bu heç. Bax bu torpağı daşıyarkən yolda salırlar. Torpaq düşərək yeni bitkilərin düzəlməsinə səbəb olur. Bu prosesin meşələrin təbii bərpasına xüsusi əhəmiyyət göstərir. Bunu yaza bilərsiniz. Yəni qarışqaların gördüyü işlər burada çoxdur. Bu hər ikisi qarışqaların roludur, elə deyil? Müddəa olan nədirsən? Qarışqaların ekosistemdə rolu. Bu ikisi də nə idi? Qarışqaların təbiətdə gördüyü işlər, rol deyildi. Yazırsan buradakı müddəa olaraq qarışqaların ekosistemindəki rolu. Sonra 28-də deyir ki, uşaqlar mətn əsasən cədvəli tamamlayın. Nəticə olaraq bitkilər sürətlə inkişaf edir. Nə iş görür ki, qarışqalar bitkilər sürətlə inkişaf edir? Harada var idi bu? Gəlin baxaq. Həmid, oxu buranı. Hansını? Bu proses nəticəsində torpaq deyil, daha yumşaq olur, görürsünüz. Zöhrə, diqqət edirsən? Köklər asanlıqla nəfəs alır, bitkilərin böyüməsi sürətlənir.
Nəticə budur. Səbəb nə idi bitkilərin böyüməsinin? Bax, burada qeyd edeyim. Qarışqalar torpaqda minlərlə kiçik tunel qazır. Hava və suyun dövranını təmin edirlər. Bunu götürüb, buradakı cümlədə elə, götürüb bura yazırsan. Zöhrə başa düşürsən? Bəli, müəllim. Götürüb bura yazırsan, həmin o prosesin nəticəsində baş verir, bitkilərin sürətli inkişafı olur. Sonra qarışqadan qalan toxumlar torpağa düşür. O torpağı daşıyırdı qarışqalar. Bir yerdən başqa yolda düşürdü. Nəticə olaraq nə baş verirdi? Müəllim, yeni bitkilər Əla. Çoxalır bitkilər. Bitkilər və nəticədə meşədə ekosistemin bərpası həyata keçirilirdi. Bax, buradakı bu cümləni götürüb oraya yaza bilərsiniz. Əla. Bu proses meşələrin təbii bərpasına xüsusi əhəmiyyət göstərir. Torpağa düşərək yeni bitkilərin düzəlməsinə səbəb olur. Bunu da yazırsınız. Meşələrin təbii bərpasına xüsusi əhəmiyyət göstərir. Bunu da yazırsınız. Başa düşdünüz? Bəli. Demək, əvvəldə işarə qoymuş sözlər əsasında gəlin baxaq. Üçbucaq və digər işarəmiz var. Toxumlarını yuvalarına daşıyaraq, bu həqiqidir, eləmi? Toxumu yuvaya daşıyır. Bitkilərin düzəlməsi. Hər ikisi həqiqi mənada, yəni informativ funksiya. Uşaq. Fonetik funksiya nədir? Məcazi məna. İnformativ funksiya həqiqi mənada. Hər ikisi həqiqi mənadadır. Toxum, bir də cücərmək. Hər iki sözü məcazi mənada işlədib yazmalısınız. Cücərməsi idi də, hə. Necə yaza bilərik uşaqlar? Fikirləşin görək. Toxum və düzəlmək sözünü məcazi mənada necə işlədək? Hə. Toxum məcazi olmur axı. Niyə ki? Müstəqillik toxumlarını əkdi, məsələn. İlk müstəqillik toxumlarını Rasulzadə 1918-də, məsələn, elə bir cümlə qurub ata bilməzsən ora. Azadlıq toxumlarını şəhidlərimiz əkdi. Onu qoy, elə bir cümlə qura bilərsən. Cücərmək. Müəllim, bu fikir onun beynində cücərdi. Olar. Nisbətən olar. Ümidlər cücərdi deyə bilərsən. Məsələn, arzular cücərməyə başladı qəlbində. Belə bir şeylər. Məsələn, deyə bilərsən. Ümidlərin cücərməsi, arzuların cücərməsi. Birinci abzas nöqtələrin yerinə ifadə yazmaqla cəmlələrini tamamlayın. Bunu tamamlamışdıq da, elə deyil. Müəyyən dərəcədə ekosistemin sabitliyi müəyyən dərəcədə rol oynayır. Demişdik, yəni, təbiətin mövcud olan hər bir canlı ölçüsündə və həyat tərzinə asılı olaraq ekosistemin sabitliyinə müəyyən dərəcədə rol oynayır. Məsələn. Bunu da bura yazırsınız. Demək, axırdakı açıq sualları yazmağa vaxtınız çatmamışdı. Qapalı sualları işləmişdik. Qapalı sualların səhvləriniz var idi? Xeyr. Həmid səndə? Yox elə. Nə olar?